Bağırsaqlar bizim ikinci beynimizdir. Əgər bağırsaq təmiz deyilsə və sağlam deyilsə, bütün orqanizmada iltihabı prosesin başlanğıcıdır deməkdir. Gördüyünüz fruktozan siropu vaxtında qəbul olunsa, bağırsaqları detoks etməyə kömək edəcək. Qeyd edim ki, içərisi sirop halındadır. Detoks etmək üçün əla vasitədir və cəmi 2 saata bağırsaqları təmizləyir. Qeyd edim ki, məhsul işlədici deyil və bağırsaqların öz işini görməsi üçün dəstəkləyici vasitədir. Və multifiber məhsulu isə tərkibi yulaf, alma liflərindən ibarətdir ki, bağırsaqların xovlarında öz işini görməyə və yaxşı bakteriyaları bağırsaqda saxlamağa kömək edir. Bu iki məhsulu vaxtında ən azından 2 aydan 1, 3 aydan 1 detoks proqramı kimi istifadə etsəniz, xroniki halda belə yaranacaq qəbizliyin qarşısını almış olarsınız. Qeyd edim ki, hər iki məhsul özümüz severək istifadə etdiyim məhsuldur və bağırsaqları %100 şəkildə təmizləyir. Bağırsaq divarlarını müalicə etməyə kömək edir ki, qəbizlik prosesi birdə yaranmasın. Çünki qəbizlik olduğu halda qarın bu nahiyəsində şişkinlik, həzmsizlik kimi hallar yaranır. Vaxtında ilə qarşısını almaq məsləhətdir ki, düzgün şəkildə qarşısını almaq lazımdır ki, gələcəkdə qəbizliyin yaratdığı fəsadların qarşısını almış olaq.